Salam. Rusiya-Ukrayna münaqişəsinin taleyi ilə bağlı beynəlxalq gündəmdə yeni və maraqlı məqamlar ortaya çıxıb. Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trumpın adı ilə bağlı olan sülh planının yenilənmiş versiyasını ictimaiyyətə açıqlayıb. Bu sənəd həqiqətən münaqişənin sonunu gətirə bilər, yoxsa sadəcə danışıqlar üçün ilkin çərçivədirmi? Detallara birlikdə nəzər salaq. Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi prosesində yeni və gözlənilməz mərhələ yaşanır. Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə ABŞ tərəfindən irəli sürüldüyü deyilən və Trumpın sülh planı kimi tanınan təkliflərinin yenilənmiş versiyasını təqdim edib. Cənab Zelenskinin sözlərinə görə bu sənəd ABŞ-la razılaşdırılıb. 20 maddədən ibarət olan planın əsas müddəalarından biri bütün maraqlı tərəflərin razılığı əldə edildikdən dərhal sonra atəşkəsin elan olunmasıdır. Bununla belə, təqdim edilən sənəd ABŞ prezidenti Donald Trumpın əvvəllər bəhs etdiyi yekun kompromis variantdan daha çox gələcək danışıqlar üçün başlanğıc nöqtəsi təsiri bağışlayır. Xatırladaq ki, Trumpın planı ifadəsi ötən ilin noyabr ayının sonunda ABŞ mediasında Ağ Evdə müəyyən sülh təkliflərinin mövcudluğu ilə bağlı xəbərlər yayıldıqdan sonra gündəmə gəlib. Lakin bu planın rəsmi və tam versiyası indiyədək açıqlanmayıb. Trumpın nümayəndələri, xüsusi elçi Steven Witkoff və dövlət katibi Marco Rubio bildiriblər ki, Rusiya və Ukrayna qarşılıqlı güzəştlərə getməli, maksimalist tələblərdən imtina etməli və ABŞ-la ümumi iqtisadi əməkdaşlıq sisteminə qoşulmalıdırlar. Diqqət çəkən məqam ondan ibarətdir ki, plan ABŞ tərəfi deyil, məhz Vladimir Zelenski tərəfindən həm də 24 dekabr ABŞ-da siyasi açıqlamaların nadir olduğu miad ərəfəsində ictimaiyyətə təqdim olunub. Zelenski bu vaxt seçimini dolayısıyla ABŞ və Rusiya arasında həmin gün münaqişənin gələcəyi ilə bağlı müzakirələrin aparılması ehtimalı ilə əlaqələndirib. Bununla belə, Kreml prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Trumpla telefon danışığının planlaşdırılmadığını bildirib. Ukrayna prezidenti vurğulayıb ki, 20 maddəlik sənəd yekun razılaşma deyil, yalnız draft, yəni münaqişənin hansı məntiq üzrə bitirilməsini təklif edən ilkin layihədir. Planın bir çox bəndləri qeyri-müəyyən xarakter daşıyır. Məsələn, 4-cü maddədə Ukrayna ordusunun sülh dövründə 800 min nəfərdən ibarət olması nəzərdə tutulur. Halbuki Rusiya əvvəlki danışıqlarda Ukrayna silahlı qüvvələrinin bundan xeyli az olmasını tələb edirdi. ABŞ mediasında yayılan əvvəlki versiyada isə 600 minlik ordu nəzərdə tutulmuşdu. Sənədin 19-cu maddəsinə əsasən, razılaşma imzaladıqdan sonra Ukraynada ümumi seçkilər ilk növbədə prezident seçkiləri keçirilməlidir. Bu, Moskvanın əsas tələblərindən biri kimi qiymətləndirilir. 20-ci maddədə razılaşmadan dərhal sonra atəşkəsin qüvvəyə minəcəyi bildirilir ki, bu da Kremlin əvvəlcə münaqişənin əsas səbəblərinin aradan qaldırılması tələbi ilə ziddiyyət təşkil edir. Ən mübahisəli məsələlərdən biri ərazi problemidir. Xüsusilə Donbasla bağlı 3 fərqli yanaşma mövcuddur. Ukrayna tərəfi qoşunların mövcud mövqelərdə dayanmasını, Rusiya bütün Donbas üzərində nəzarəti, ABŞ isə bölgədə azad iqtisadi zonanın yaradılmasını təklif edir. Cənab Zelenskinin sözlərinə görə, Rusiya Ukrayna variantı ilə razılaşmasa, Kiyev ABŞ variantına referendum şərti ilə razıdır. Referendum harada və hansı şərtlərlə keçiriləcəyi isə açıqlanmayıb. Planın digər maddələrində humanitar komitənin yaradılması, əsirlərin və qanunsuz saxlanılan şəxslərin qaytarılması kimi məsələlər də yer alır. Sanksiyaların ləğvi və Ukraynanın NATO-ya üzvlüyündən imtina ilə bağlı müddəalar isə sənəddə əksini tapmayıb. Yalnız ABŞ, Avropa müttəfiqləri və NATO tərəfindən Ukraynaya 5-ci maddəyə bənzər təhlükəsizlik təminatlarının veriləcəyi qeyd olunur. Cənab Zelenski ilə razılaşmanın pozulacağı təqdirdə cavabın yalnız hərbi olmalı olduğunu bildirib və bu da planın qeyri-müəyyən tərəflərindən biri kimi qiymətləndirilir. Beləliklə, Zelenskinin açıqladığı 20 maddəlik plan hələ yekun razılaşma deyil və bir çox sualları açıq saxlayır. Ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və atəşkəsin mexanizmi ətrafında mübahisələr davam edir. Görünən odur ki, qarşıdakı dövrdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı diplomatik proseslər daha da intensivləşəcək. Mövzunu diqqət mərkəzində saxlayacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, gələn görüşlərə dək.